Moskvada Azərbaycanlı iş adamı və həyat yoldaşının yaşadıkları binanın qarşısında meyitləri tapılıb. Rusiya mətbuatı hadisəni intihar kimi qələmə versə də, ailəni tanıyanlar və qonşular bu versiyaya inanmırlar. Əməkdaşımız Fərid Əkbərov hadisə yerində olub. Biz hazırda Moskvada Azərbaycanlı iş adamı və həyat yoldaşının meyitlərinin aşkarlandığı binanın qarşısındayıq. Bura Novaya Moskva adlanan ərazidir. Fevralın 16-sında axşam saatlarında gördüyünüz Salariyeva Parkı yaşayış kompleksində Azərbaycanlı ər-arvadın yaşadıkları binanın qarşısında meyitləri tapılıb. Onların yaşadıkları 7-ci mərtəbədən yerə çırpıldıkları və həyatlarını itirdikləri bildirilib. Məlum insident Rusiyanın internet məkanında sürətlə yayılıb. Rusiya mətbuatı hadisəni özünə qəsd kimi təqdim edib. Rusiya hüquq mühafizə orqanları isə əlavə şərh vermədən ancaq ölüm faktını qeyd etməklə kifayətləniblər. Mən hər iki meyti üzəri örtülü vəziyyətdə gördüm. Ətrafda təcili tibbi yardım maşınları və polislər vardı. Hadisə baş verən vaxtı 5 yaşlı qızları evdə olub. Ümumilikdə 3 uşaqları qaldı. Bizneslə məşğul idilər, geyim dükanları vardı. Baş vermiş faciə qonşuları da şoka salıb. Qonşuların bildirdiyinə görə Azərbaycanlı ər-arvad çox mehriban olublar və qonşularla müntəzəm təmas saxlayıblar. Ona görə də onlar Azərbaycanlı ər-arvadın öz canlarına sui-qəsd etdiyi istintaqın bu versiyasına inanmırlar. Не хочется верить, что они сами покончили с собой. İnanmıram ki, onlar öz canlarına qəsd ediblər. Onları tanıyanlar da bilir ki, bu inandırıcı deyil. Onu deyim ki, onların meyitləri yerdə uzun müddət qaldı. Polislər gec gəldi. Təcili tibbi yardım maşınları birinci gəldilər. Çox təəssüflər olsun ki, belə cavan, gözəl ailəni itirdik. Azərbaycanlı iş adamı və həyat yoldaşının ölümündə müəyyən qaranlıqların olduğu göz qabağındadır. Bu bədbəxt hadisədir yoxsa qətl? İndi bu suallar açıq qalır. Rusiya hüquq mühafizə orqanları isə faktla bağlı hələlik araşdırmaların aparıldığını bildirirlər. Fərid Əkbərov, İTV Xəbər, Moskva.